Bugün sizlərlə Elşən və Gülşən Şirniyyatdan aldığım məhsulları bölüşəcəm. Deməli, birinci Elşən Şirniyyatdan aldıqlarımı, bu belə bir bezədir, mənim ən sevdiyim tatlılardandır. Sonra belə toxum qarışığı bir məhsul almışam. Bunun tərkibində balqabaq tumu, simiçka ləpəsi, kətan toxumu və çiya toxumudur. Belə duzlu bir şeydir. Belə tort dilimləri çox yumuşaq və dadlı idi. Belə bir kurabiyələr almışam. Tərkibində içində kişmişlər var idi. Çox belə dadlı idi və kişmişi bol idi. Bu da şərbətli bir məhsuldur. Bu da çox dadlı idi. Qat-qat xəmirdən olan. Bunları isə Gülşən Şirniyyatdan almışam. Bu da balqabaq tumunu da almışam. Çox qəşəngdir. Bunu sevirəm mən. Belə çərəz kimi və makadamiya fındığı almışam. Makadamiya fındığını çoxdan da sınamırdım. Bu mənim ikinci sınamağımdır, belə deyək. Elə bir ki, bizim adi fındığın sadəcə vanillisidir. Şirin və vanilli tamı var. Və ən sonda belə damla çikolata.